Salam dostlar, mən Leyla, kanalıma xoş gəlmisiniz. Əgər deyirsinizsə ki, mən mətnləri sürətli işləyə bilmirəm, imtahanda vaxtı çatdıra bilməyəcəyimdən qorxuram və yaxud deyirsinizsə ki, mən açıq sualları yaza bilmirəm və yaxud qapalı sualları yaza bilmirəm. Eyni zamanda əgər deyirsinizsə ki, mən mətni bir dəfə üzündən oxuyanda, daha sonra digər hər sualı oxuyanda, yenidən mətnə qaydanda həddindən artıq çox vaxtım gedir, ona görə də vaxtı çatdıra bilmirəm, bir mətnə 1 saatdan çox vaxt ayırıram, onda doğru ünvandasınız. Bu videoda sizə mətni necə işləyəsiniz ki, 20 dəqiqədən az bir müddətdə sürətlə işləyib bitirə biləsiniz, eyni zamanda bu vaxtda da diqqətsizlik səhvlərinə yol verməyəsiniz və səhvlərinizi minimuma endirəsiniz. Bu haqda mənim də istifadə etdiyim Azərbaycan dilinin mətn işləmə üsulunu göstərmək istəyirəm. Məsləhətlərimi sözlə deyil də, sizinlə birlikdə bir mətn işləyərək əyani olaraq mətn işləmə üsulumu görməyinizi istəyirəm. Mətn olaraq Azərbaycan dili 2023-cü il test toplusu 1-ci hissədəki Madruk planeti mətnini nümunə götürmüşəm. Video əlbəttə ki 20 dəqiqədən çox çəkəcək, çünki mən yalnız mətn işləməyəcəm, eyni zamanda sizə də məsləhətlərimi çatdırmağa çalışacağam. Ona görə də 20 dəqiqədən əlbəttə ki çox alınacaq. Lakin siz mənim qədər danışmayacağınız üçün bu üsulla mətnləri 20 dəqiqəyə işləyə biləcəksiniz. Elə isə daha çox vaxtınızı almadan gəlin başlayaq. İndi nümunə olaraq biz Azərbaycan dilinin 2023 test toplusundakı 1-ci hissədəki Marduk planeti mətnini işləyəcəyik. Səhifə 263-dədir maraqlananlar üçün. Marduk planeti mətni publisistik mətndir. Özüm publisistik mətn seçdim ki, publisistik mətni işləmək bədii mətnə nisbətən daha çətin gəlir abituriyentlərə. Ona görə də Marduk planeti mətnini işləyəcəyik birlikdə. Səhifə 263-dədir, yenə qeyd edim. Dediyim kimi mətni işləyəndə mətni üzündən oxumazdan əvvəl birinci suallara diqqət etmək lazımdır ki, gəlin birlikdə suallara diqqət edək. Açıq suallardan başlayın oxumağa, axırda da qapalı suallara göz gəzdirərsiniz. 216-cı sualda deyir ki, mətninə əsasən cədvəli tamamlayın. Madruk planeti haqqında müxtəlif əfsanələr vardır. Səbəb, Madruk planeti haqqında müxtəlif əfsanələr vardır. Nəticə nədir bəs? Madruk planeti haqqındakı müxtəlif əfsanələrin mövcud olması nəticəsində nə olur? Nəticə olaraq Madruk planetinin ola biləcəyi insanları düşündürmüşdür. Niyə insanları Madruk planetinin varlığı düşündürmüşdür? Bu da nəticədir. Bunu indi yadımızda saxlayacağıq. Madruk planeti haqqında müxtəlif əfsanələr vardır. Niyə vardır? Nəticə olaraq bu nəyə gətirib çıxarır? Madruk planetinin ola biləcəyi insanlar düşündürmüşdür. Niyə insanlar Madruk planetinin var ola biləcəyi haqqında düşünmüşdülər? Bunları yadımızda saxlayırıq. Daha sonra 217-ci sual. Mətndə tünd qara hərflərlə verilmiş sözlərə əsaslanmaqla cədvəli tamamlayın. Tünd qara hərflər. Gedirik mətndəki tünd qara hərflərə. Gördüyünüz kimi mətndəki tünd qara hərflər ötürdüyü üstünə yazacaq 7. Oxuyaraq üstünə yazacaq 7 rəqəmini. Və burada da gördüyünüz kimi keçir qara hərflə işarələnmişdir. Onun da yanına 7 rəqəmini yazırıq. Bu üstünə yazdığımız rəqəmləri ona görə yazırıq ki, mətni oxuyanda qara rənglə yazılmış həmin sözlərə çatanda biz həmin sözlərə aid tapşırığın 7-ci sual olduğunu başa düşək. Ona görə üstündən yazıb qeyd edirik. Yazdıq mı? Tamam. İndi keçirik təzədən sualları oxumağa davam edirik. 218-ci sualda deyir ki, birinci abzasda işlənmiş üslubi cəhətdən nöqsanlı cümləni müəyyən edin və düzəliş edərək yenidən yazın. Keçirik birinci abzasa. Birinci abzasın tam qarşısına yazırıq 8 rəqəmini. Niyə yazırıq? Çünki birinci abzası oxumazdan əvvəl biz 8-ci sualı gedib qaydacağıq, bir də oxuyacağıq, sonra təkrar birinci abzası oxuyacağıq və bizdən nə istədiyini biləcəyik birinci abzasda. Daha sonra təzədən qaydırıq. 9-cu sualı oxuyuruq, 219-cu sualı. Mətnin üslubu üçün xarakterik olmayan cümlə mətnin neçənci abzasında işlənmişdir? Həmin cümləni müəyyən edərək yazın. Deməli, biz yadımızda saxlamalıyıq ki, mətndə hər hansı bir cümlə üslubu ilə bağlı uyğunsuzluq təşkil edir. Mətni oxuyanda buna diqqət edəcəyik. Yadımızda saxladıq. Keçirik 220-ci suala. Mətnin 6-cı abzasında hansı sözlə başlayan cümlə yeni abzasın başlanğıcıdır? Keçirik 6-cı abzasa. Gördüyümüz kimi 6-cı abzas buradadır. 6-cı abzasın yanına yazırıq 10. Yəni 20 rəqəm əslində. Mən sayı olaraq 1-dən 10-a qədər sual olduğu üçün bura 10 yazıram. İndi test toplusu, yəni 220-ci sualdır. Normalda 10-cu sualdır. Deməli, açıq suallara baxdıq. Qapalılardan da baxırıq görək. Yenə hansılara diqqət etməliyik, hansılara diqqət edə bilərik. Məsələn, gördüyümüz kimi 215-ci sualda bizdə doğrudur, yanlışdır və ehtimaldır cədvəli var. Mən mətni oxumamış bu tapşırığı heç bir şəkildə yerinə yetirə bilmərəm. Ona görə 215-i qoyuram qırağa. 214-cü suala gəlirik. Mətnə əsasən doğru fikirdir. Mən bu sualı da mətni oxumamış heç bir şəkildə yerinə yetirə bilmərəm. Ona görə bu sualı da qoyuruq. 213-cü sual.
Mətndə altından xətt çəkilmiş cümlədəki fikri hansı sitatla qüvvətləndirmək olar? 213-cü sual, altından xətt çəkilmiş cümlə buradadır, gördüyünüz kimi. Yanına yazırıq, baxın, cümlənin yanına yazırıq 3. Yəni 213-cü sual. 212-ci suala gəlirik. Eləcə də Şumer yazılarına görə Madrukun peyklərindən biri 1000 il əvvəl Tiamat adında başqa bir planetlə toqquşmuş, bugün Mars və Yupiter arasında olan asteroid qurşağının yaranmasına səbəb olmuşdur. Fikri mətndə nömrələnmiş hansı abzasların arasına artırılsa, mətnin tərkib hissələri arasında əlaqə pozulmaz. Gördüyümüz kimi bu sualda Şumerdən söhbət gedir. Yəni Şumer yazılarına görə. Deməli mən mətni oxuyanda bu Şumerlərə xüsusi diqqət etməliyəm ki, hansı hissədə, hansı iki abzasda Şumer haqqında yazırsa və yaxud hansı abzasın sonunda Şumer yazılarından bəhs edirsə, mən həmin abzaslarda xüsusi diqqətli olmalı və 212-ci sualdakı bu hissənin həmin hissəyə gedib gedə bilməyəcəyi haqqında düşünməliyəm. Bunu da yazdıq qırağa. 211-ci sualda giriş əsas hissədir. Biz bu sualda mətni oxumamış yaza bilmərik deyənə bunu da qoyuruq qırağa. Deməli, bütün sualları oxuyandan sonra bir də təkrar yadımızdan çıxmaması üçün sualları göz gəzdirib mətni oxumağa keçəcəyik. Bir də sualları göz gəzdiririk. Deməli, Madruk planeti haqqında müxtəlif əfsanələr var idi. Nəticə olaraq bunun nəticəsini tapmalıyıq. Madruk planetinin ola biləcəyi insanları düşündürmüşdür. Niyə düşündürmüşdür? Səbəbi tapmalıyıq. Qara rəngli sözləri qeyd elədik. Birinci abzası qeyd elədik. Mətnin üslubu üçün xarakterik olmayan cümlə, üslub problemi, üslub haqqında xarakterik olmayan cümləni tapmalıyıq. 6-cı abzası qeyd eləmişik. Daha sonra Şumer yazılarına diqqət etməliyik. Altından xətt çəkilmiş cümləni qeyd elədik. Bunları da qeyd elədik. Yadımızda saxladıq, qeyd elədik. Bu səbəb-nəticə cədvəlinə bir də baxdıq. Keçirik mətni oxumağa. Madruk planeti 8. 8-ci suala bir də qayıdırıq və təkrar oxuyuruq. Birinci abzasda işlənmiş, üslubi cəhətdən nöqsanlı cümləni müəyyən edin və düzəliş edərək yenidən yazın. Deməli, biz birinci abzası oxuyanda burada üsluba xüsusi diqqət edəcəyik və üslubi cəhətdən hansı cümlənin yanlış olduğunu tapmağa çalışacağıq. Birinci abzası o məntiqlə oxuyuruq. Başladıq. Qədim mədəniyyətlər hər zaman insanlar üçün maraqlı mövzu olmuşdur. 1000 illik əfsanələrin insanlara ötürdüyünün üstünə 7 yazmışıq. Diqqət edirik, tamam, davam edirik. 1000 illik əfsanələrin insanlara ötürdüyü faktlar içərisində gerçək detalları axtarıb bəlli etmək tədqiqatçılar üçün həmişə cansıxıcı görünmüşdür. Bir dəqiqə, bu cümləyə bir də qayıdırıq. Niyə? 1000 illik əfsanələrin insanlara ötürdüyü faktlar içərisində gerçək detalları axtarıb bəlli etmək, yəni burada yerinə oturmur. Niyə? Çünki sən bir şeyi axtarıb bəlli eləmərsən, axtarıb taparsan məntiq olaraq. Ona görə bu axtarıb bəlli etməyi altından xətt çəkirik, yəni problemlidir deyəsən. Deyəsən problemli cümləmizi tapdıq. Amma yenə də cümləyə diqqətlə baxmalıyıq. Bəlkə başqa hissələrindədir. Yəni sırf bir hissəsində səhv olacaq deyilən bir şey yoxdur. Bəlkə cümlənin başqa hissələrində də problem var. Ona görə bir də baxırıq 1000 illik əfsanələrin insanlara ötürdüyü faktlar içərisində gerçək detalları, hərf səhvi yoxdur, gerçək detalları axtarıb bəlli etmək dedik problemlidir. Bura qədər gördüyümüz kimi problem yoxdur. Gerçək sözü düzgün yazılıb, hərf səhvi yoxdur, məna problemi də yoxdur. Tədqiqatçılar üçün həmişə cansıxıcı görünmüşdür. Birincisi, yəni cansıxıcı görünməz, maraqlı olar tədqiqatçılar üçün. Gerçək detalları axtarıb tapmaq sıxıcı bir şey olmaz, əksinə maraqlı bir şey olar. Ona görə bu sözün də altından xətt çəkirik. Deməli, cansıxıcı deyil. Deməli, əslində bir sualımızı artıq yazmış oluruq. Hansı sualımızı? 8-ci sualımızı yazmış oluruq. Nöqsanlı cümləmizi tapdıq. Yenə də oxumağa davam edirik. Belə maraq doğuran əfsanələrdən biri də Madruk planeti haqqındadır. Tamam, giriş hissəmizdə problemli hissəni tapdıq, problemli cümləni tapdıq. Görəcəksiniz ki, mətni oxuyub qutaranda biz artıq bir çox sualı yazıb qutarmış olacaq. Məsələn, 8-ci sualı tapdıq. Bəlli etmək yerinə axtarıb tapmaq olmalıdır. Yəni, axtarıb bəlli etmək yox, axtarıb tapmaq. Mən burada qısa yazacağım, amma əlbəttə ki, siz iş vərəqinə bu cümlənin hamısını köçürtməlisiniz, dostlar. Mən sadəcə olaraq vaxt getməsin deyə, yəni videonun vaxtına qənaət etmək üçün qısa yazacağım. Və cansıxıcı sözünün yerinə də maraqlı olmalıdır. Çünki məna boşluğu var. Birinci abzası oxuduq və artıq 8-ci sualı yazdıq. Keçə bilərik. Burada ötürdüyü var idi, 7 yazmışdıq üstünə. Ona görə keçirik 7-ci sualı qeyd edirik. 7-ci suala yenidən çevirib baxırıq. Nə istəyirdi bizdən? Mətndə tünd qara hərflərlə verilmiş sözlərə əsaslanmaqla cədvəli tamamlayın. Sözlərin mətndə olan mənası həqiqi yoxsa məcazi, sözlərin mətndəkindən fərqli mənada cümlədə işlədilməsi.
Biz gəlirik burada sözə baxırıq. Ötürdüyü. Sözümüz ötürdüyüdür. Ötürdüyü sözü burada həqiqi mənada mı işlənilib, məcazi mənada mı, ona baxmalıyıq. Min illik əfsanələrin insanlara ötürdüyü faktlar. Əfsanələr bizə məlumatı hərəkət olaraq ötürmür. Normalda həqiqi mənada ötürmək sözü necə olardı? Məsələn, mən kitabı dostuma ötürərəm və yaxud imtahanda cavabları yoldaşıma ötürərəm. Bu olardı həqiqi məna. Amma min illik əfsanələr insanlara ötürdüyü faktlar. Faktları insanlara əfsanələr faktiki olaraq ötürmür. Yəni bu məcazi mənada işlənilib. Ona görə də yanına məcazi yazırıq. Və mətndəki mənasından digər mənada ötürmək necə olardı? Həqiqi mənada necə olardı? Olardı məsələn, mən dostuma kitabı ötürdüm. Ötürdüyü sözünü yazdığımıza görə mətni oxumağa davam edə bilərik. 1976-cı ildə Azərbaycan əsilli şumerşünas Zekeriya Sitchin Şumerlərin min illər bundan əvvələ aid yazılarını oxuyaraq 12 Planet adlı əsərində hər 3600 ildən bir Günəş sistemini ziyarət edən Marduk planetindən bəhs etdi. Burada gördüyümüz kimi ikinci abzasda diqqət etməli olduğumuz 7-ci suala aid qara rəngdən yazılmış söz var, oxuyaraq sözü. Bir də cümləni oxuyuruq. 1976-cı ildə Azərbaycan əsilli şumerşünas Zekeriya Sitchin Şumerlərin min illər bundan əvvələ aid yazılarını oxuyaraq 12 Planet adlı əsərində hər 3600 ildən bir Günəş sistemini ziyarət edən Marduk planetindən bəhs etdi. Gördüyümüz kimi oxuyaraq sözü burada həqiqi mənada işlənilmişdir. Nə mənada? Çünki Azərbaycanlı bir şumerşünas min illər bundan əvvələ aid yazıları oxuyur. Bu yazılar yəqin ki, hər hansı bir daş üzərindədir, bir hieroqlif üzərindədir və bu yazıları həqiqətən üzündən oxuyur bu adam. Yəni məcazi mənada olsaydı, həqiqətən üzündən oxumaq yox, başqa bir mənanı ifadə edərdi. Deməli, burada həqiqətən üzündən oxuduğu üçün həqiqi mənadadır oxumaq sözü. Bu arada bunu qeyd edeyim ki, siz belə suallarda, yəni 7-ci tip suallarda sözün kökünə qədər olan hissələri dəyişə bilərsiniz. Amma sözün kökünü dəyişməyə icazə yoxdur. Ona görə də bu tip suallarda əslində sözün kökünü məsdər formasında bir dəfə deyin özünüzə. Çünki bəzən abituriyentlər çaşır və sözün kökündəki şəkilçini də yeyir. Məsələn, burada birinci sözümüz ötürmək idi. Məsələn, burada ötürdüyü. Ötürdüyünü gördüyünüz kimi kökü ötürməkdir. Düyü burada qrammatik şəkilçidir. Ona görə biz qrammatik şəkilçini dəyişə bilirik. Amma kökünü dəyişə bilmərik. Bu ür şəkilçisini buradan ata bilmərik. Ötürdüyü yerinə siz ötmək sözü yazsanız çaşıb, bu zaman sizə bu xanaya görə bal verməyəcəklər. Çünki ötürmək sözü ilə ötmək sözü arasında fərq var. Siz ötürdüyü sözünün kökünə diqqət eləməyib, yazsanız ki, məsələn, mən maşınla dostumu ötdüm, bu zaman ötmək sözündən istifadə etdiyinizə görə, ötürmək sözündən istifadə eləmədiyinizə görə sizə bu xanaya görə bal verməyəcəklər. Buna görə də kökünə xüsusi diqqət edin. İkinci xanadakı oxuyaraq sözünə baxaq. Oxuyaraq sözündə araq şəkilçisi feili bağlamanın qrammatik şəkilçisidir, yəni onu dəyişə bilərik, amma sözün kökü oxumaqdır. Məcazi mənada necə yaza bilərik? Məsələn, mən sanki onun fikrini oxuyurdum. Sualımızı yazdığımıza görə, ikinci abzasda diqqət etməli olduğumuz hissəni yazdığımıza görə, əgər bunu yazanda abzasın məğzini unutdunuzsa, bir dəfə də oxuya bilərsiniz abzası. Təkrar bir də abzası nəzərdən keçiririk. Deməli, Azərbaycan əsirli bir şumerşünas var idi. Min illər bundan əvvələ aid yazıları oxumuşdu və 12 Planet adlı əsərində 3600 ildən bir Günəş sistemini ziyarət edən Marduk planetindən bəhs etmişdi. Keçirik 3-cü abzasa. Marduk, Şumerlərin və Assurların dastanlarında bəhs edilən tanrıların ən müdriki və ən güclüsüdür. Babil astroloqları bu planetə öz tanrılarının adını vermişdilər. Planetlərin bir-birinə yaxınlaşması zamanı planetezimal nə qədər böyük olursa, onun gravitasiyası bir o qədər güclü olur və o intensiv olaraq kiçik kütləli qonşuları odur. Gördüyünüz kimi bu cümlədən ən azından mən heç bir şey başa düşmədim. Niyə başa düşmədik? Çünki burada planetezimal, gravitasiya, yəni gravitasiya sözündə fizika oxuyanlardan başqası başa düşə bilməz. Planetezimal, gravitasiya və cümlə ümumiyyətcə anlaşılır bir dildə yazılmayıb və mətnə də o qədər də əlaqəsi yoxdur. Ondan sonraki cümləyə baxanda orada artıq Şumerlərin inancından bəhs edir. Yəni bu cümlə bu abzasa əlavə olunmuş elmi üslubdakı bir cümlədir və artıq bir cümlədir. Yadınızdadırsa biz sualları da oxuyanda
Burada üsluba aid bir sual görmüşdük. Mətnin üslubu üçün xarakterik olmayan cümlə mətnin neçənci abzasında işlənmişdir? Həmin cümləni müəyyən edərək yazın adlı bir sualımız görmüşdük. Və burada da artıq məncə həmin cümləni tapdıq. Dediyim kimi bunu tapan kimi artıq cavab vərəqinə köçürtməyin. Çünki bəlkə fikrimizdə yanılırıq, bəlkə bu cümlə deyil. Ona görə, məsələn, mən indi kağızıma yazıram. Daha sonra buraxılışda bir də gözdən keçirərsiniz. Əgər mətndə başqa bir cümlə fikrinizi cəlb eləmirsə, onda rahatlıqla 4-cü abzasdakı bu cümləni cavab vərəqinə köçürdə bilərsiniz. Mən indi vərəqdə yazıram deyənə qeyd edirəm bura 9-cu sual idi. 4-cü abzas və həmin cümlə. Həmin cümləni məsələn iş vərəqinizdə altından həmin cümləni belə xətt çəkə bilərsiniz və yaxud yanına məsələn rəqəm olaraq yazıram 9-cu sual belə işarələyirəm. Əgər iş vərəqinizdən başqa vərəqiniz yoxdursa, yanına belə 9 yazıb işarələyə bilərsiniz ki, 9-cu sualda yenidən buna baxasınız, çünki bu cümləni olduğunu düşünürük. Oxumağa davam edirik. Şumer inancına görə Şumer inancı. Biz Şumer inanclarından ikinci sualda danışmışdıq. Şumer yazılarına görə, Şumer yadımıza gəldi. Təzədən davam edirik. Şumer inancına görə Marduk planeti hər dəfə yerə daha yaxın məsafədən keçir və bu da yerdə böyük fəlakətlərin olması ilə nəticələnir. Şumer əfsanələrində həmin planetdə yaşayan Annukilərdən də bəhs edilir. Güya Annukilər yer insanlarına nisbətən daha üstün mədəniyyətlərə malik olduqlarından yerə inərək insanlara oxuyub yazmaq və elm öyrətmişlər. Deməli, abzasdakı biz fikri tutduq. Deməli, Şumer inancına görə Marduk planeti yerə yaxın məsafədən keçir, yerdə böyük fəlakətlərin olması ilə nəticələnirdi bu. Daha sonra Annukilərdən də bəhs olunur ki, Annukilər bizdən daha üstün mədəniyyətdir və yerdəki insanlara oxumaq və yazmağı onlar öyrədir Şumer inancına görə. 7-ci suala təkrar qayıdırıq. Burada çünki növbəti qara rənglə yazılmış sözü görürük, keçir sözü. Görək həqiqi mənada mı yazılıb, məcazi mənada mı? Marduk planeti hər dəfə yerə daha yaxın məsafədən keçir. Burada keçir sözü həqiqi mənada yazılıb. İndi deyə bilərsiniz ki, axı Şumer inancına görə, bu bir inanca görədir, bu həqiqi deyil, məcazi bir şeydir. Xeyr, siz oradakı Şumerin inancını olub-olmadığını, yəni bu hadisələrin real həyatda olub-olmadığına nəzər yetirməməlisiniz. Siz burada həmin sözün faktiki olaraq həqiqi mənada mı, yəni həqiqi olaraq mı bu Marduk planeti yerə daha yaxın məsafədən keçir, yoxsa keçmir? Marduk planeti yer planetinə daha yaxın məsafədən keçə bilər. Yəni keçir də sözün əsl mənasında keçir. Bəs məcazi mənada necə işlətmək olar? Məsələn, bu fikirlər mənim ağlımdan keçir. Ona görə deməli burada həqiqi mənada olduğundan dediyim kimi bu inancdır, gerçək deyil, o şəkildə baxmırsınız. Bir planet digər planetin yanından keçə bilərmi? Keçə bilər. Bu həqiqi mənadadır. Ona görə yazırıq yanına həqiqi məna. Gördüyünüz kimi, məcazi mənada da yazdım ki, bu fikirlər mənim ağlımdan keçirdi. Yenə nəyə diqqət edirik? Mənim keçirdi yazdığımdan bu keçirin kökləri eynidirmi? Yəni, mən eyni sözümü yazmışam, ona diqqət edirik. Söz necədir? Keçir sözünün kökü keçdi, ir isə burada qrammatik şəkilçidir. Mənim sözümdə bu fikirlər mənim ağlımdan keçirdi. Ağlımdan keçmək, keçir, indiki zaman şəkilçisi. Keçirdi isə, buradakı idi isə qrammatik şəkilçidir, idiymiş şəkilçisidir. Deməli, həqiqətən kökləri eynidir, yəni eyni sözdən yazmışıq. Eyni zamanda sözün kökünün eyni olması da bəs eləmir dostlar. Çünki sizin yazdığınız söz amonim söz də ola bilər. Yəni, siz həmin mənanı, yəni ötüb yanından keçmək mənasını, məsələn, mənim ağlım, bu fikirlər mənim ağlımdan keçirdi. Gördüyünüz kimi eyni mənadadır. Amma bəzi sözlər var ki, onlar amonim mənalı sözlərdir və başqa bir mənasını yazaraq siz burada bal itirə bilərsiniz. Ona da diqqət etməlisiniz. Deməli, burada nəyə diqqət edirsiniz? Həqiqi olan sözü məcazi yazanda onların kökləri eyni olmalıdır. Məsələn, keçir sözünü siz çaşıb keçirmək sözü də yaza bilərsiniz. Məsələn, məcazi mənada yazarsınız ki, məsələn, o qəsdən bu fikirləri mənim ağlımdan keçirirdi yazsanız, burada artıq keçirmək sözünü məcazi mənada yazmış olarsınız və bal itirərsiniz. Ona görə də nə edirik? Sözün kökünə və amonim olan mənasını yazmamağa diqqət edirik. 7-ci sualı artıq yazıb qutardıq. 2 sualı yazıb bitirmişik. Keçək yenidən mətni oxumağa. Əgər mətni bu şəkildə oxuyanda 7-ci suala diqqətinizi ayırdığınız üçün abzası unudursunuzsa, yenidən abzasa bir dəfə də göz gəzdirə bilərsiniz dediyim kimi. Misir mənbələrində bəhs edilən bir göy cismi də Şumer əfsanələrinin söz açdığı Marduk planetini xatırladır. Bu
Gördüyümüz kimi Şumerlər haqqında artıq 4 abzasdır danışır. Burada Azərbaycan əsilli Şumerşünasın Şumerlər haqqında yazılarını oxumasından, daha sonra 3-cü abzasda Mardukun Şumerlərin tanrısı olmasından, 4-cü abzasda Şumerlərin inanclarından, 5-ci abzasda da yenə Şumerlərdən bəhs edilir gördüyümüz kimi. Bunu yadımızda saxlayırıq, çünki yadımızdadırsa ikinci sualda bizdən ikinci abzasda həmin bu fikrin mətndəki hansı abzasların arasında artırılmasından danışırdı. Yenə oxumağa davam edirik. Misir mənbələrində bəhs edilən bir göy cismi də Şumer əfsanələrinin söz açdığı Marduk planetinə xatırladır. İstanbul Muzeyindəki Het və Aşurlara aid lövhələrdə nəhəng göy cisimlərinin şəkilləri saxlanılır. Amerikanın yerli xalqlarından olan Mayalara aid olan yazılarda da belə bir planetdən bəhs edilmiş və dəqiqliyinə görə heyrət doğulan Maya təqvimi ilə bu planetin yerə yaxınlaşacağı vaxt göstərilmişdir. 6-cı abzasa başlamamışdan əvvəl 10-cu suala bir dəqiqə qayıdıram. Mətnin 6-cı abzasında hansı sözlə başlayan cümlə yeni abzasın başlanğıcıdır. Qədim mənbələrin bu qədər üst-üstə düşməsi Marduk planetinin həqiqətən də mövcud olub olmaması haqqında mübahisə yaratmışdır. 1983-cü ildə NASA kosmosa peyk göndərdi. Aylar sonra bu peyk Günəş sistemindən 50 milyard mil uzaqlıqda nəhəng bir planet kəşf etdi. Heyrətamiz kəşf qəzetlərin birinci səhifələrində sirli bir göy cismi kəşf edildi başlığı ilə dərc edildi. NASA bu planeti X planeti adlandırdı. Bu planetin yer kürəsindən ilk olaraq görülməsi isə 21 oktyabr 2003-cü ildə Kaliforniyada teleskopla gerçəkləşdi. 10-cu sualda bizdən yeni abzasın burada hansı cümlə ilə başladığını deyirdi. Gördüyümüz kimi, qədim mənbələrin bu qədər üst-üstə düşməsi Marduk planetinin həqiqətən də mövcud olub olmaması haqqında mübahisə yaratmışdır. Birinci cümlədə gördüyümüz kimi bizə mövcud olub olmama haqqında mübahisədən bəhs edir. 1983-cü ildə NASA kosmosa peyk göndərdi. Bu iki cümlə arasında əlaqə yoxdur. Yəni abzasın buradan başlamağı ehtimal olunur. Yenə də biz abzası tam oxuyaq, çünki bəlkə abzasın axırlarında tamamilə yeni bir fikir səsləndirildi. Görək cümlələr arasında əlaqə varmı? 1983-cü ildə NASA kosmosa peyk göndərdi. Aylar sonra bu peyk göndərdi. Bu peyk deməli əlaqə var. Günəş sistemindən 50 milyard mil uzaqlıqda nəhəng bir planet kəşf etdi. Heyrətamiz kəşf elədilər. Heyrətamiz kəşf qəzetlərin birinci səhifələrində sirli bir göy cismi kəşf edildi başlığı ilə dərc olundu. NASA bu planeti, yəni həmin planetdən söhbət gedir, bu planeti X planeti adlandırdı. Bu planetin yer kürəsindən ilk olaraq görülməsi isə 21 oktyabr 2003-cü ildə Kaliforniyada teleskopla gerçəkləşdi. Gördüyünüz kimi, abzasdakı birinci cümlədən başqa digər bütün cümlələr NASA'nın kosmosa peyk göndərməsi, bunun nəticəsində bir planetin kəşf olunması haqqında olan cümlələrdir. Yəni, burada yeni bir abzas başlayacaqsa, məhz bu 1983-cü ildə olan cümlədən başlayacaq. Ona görə artıq 10-cu sualımızın da cavabını bilirik. 1983-cü ildə olan hissədən başlayacaq. Gördüyünüz kimi, artıq biz 4 dənə sual yazmışıq və mətni hələ tam oxuyub qurtarmamışıq belə. Bəzi tədqiqatçılar Şumer mənbələrində bəhs edilən göy cisminin X planeti ola biləcəyi mövzusuna diqqət çəksə də, NASA bu fikirlə razılaşmır. Əlbəttə, hal-hazırda elm çox sirləri çözmüş, insanların ətraf aləm haqqında bilikləri mif və əfsanə səviyyəsindən uzaqlaşmışdır. Buna baxmayaraq, hələ də həmin əfsanələrdəki fikirlər tədqiqatçılarda maraq doğurur. Mətni oxuyub bitirdik və artıq tapşırıqlara keçməyin vaxtıdır. Lakin biz hələ tapşırıqlara keçməmişdən belə 4 dənə sualı yazıb bitirmişik. Bu imtahanda sizə psixoloji olaraq da rahatlıq verir ki, mən artıq mətni sadəcə bir dəfə oxuyub qurtarmağıma baxmayaraq 4 dənə özü də açıq sual yazıb bitirmişəm. Qalır 5 dənə qapalı sualım və 1 dənə açıq sualım. Psixoloji cəhətdən rahatlıq versə də, desəniz ki, mən bu şəkildə işləyəndə mətnin ideyasını tam tuta bilmədim. Onda siz yenidən qayıdıb 2 dəqiqə təzədən əsas məlumatları gözdən keçirə bilərsiniz. Hər nə qədər siz diqqətinizi tam vermədiyinizi düşünsəniz də, siz bu mətni artıq bir dəfə oxumuş sayılırsınız. Ona görə ikinci dəfə oxuyanda artıq sizə hadisələr də rahat gələcəyi üçün 2 dəqiqəyə gözdən keçirə biləcəksiniz mətni və əsas fikir tam tutmuş olacaqsınız. Siz artıq mətnə bir dəfə də göz gəzdirdikdən sonra qapalı sualları oxumağa başlaya bilərsiniz. 211-ci sual. Mətnin tərkib hissələrinə əsasən uyğunluğu müəyyən edin. Giriş əsas hissə. Bir də nəticə hissəsi vermədiyinə görə nəticəyə aid olan başlıqları da silə bilərik. İlk öncə onu nəzərdən keçirək ki, bizim giriş hissəmiz bu hissə idi. Bizi alimlərin əfsanələrdəki hadisələrin gerçək olub olmadığına maraqlandıqları haqqında danışırdı və mətnin nəticə hissəsi isə bu hissəsidir. Hansı ki, burada deyir ki, artıq hal-hazırda elm bu mifləri çürütmüş, yəni gerçəklərlə mifləri bir-birindən ayırmışdır. Nəticə hissəmiz və giriş hissəmizi bildiyimizə görə yerdə qalan hissələr də əsas hissə sayılır. A variantında Müdrik Şumer tanrısından danışır. Müdrik Şumer tanrısından
bizdə burada danışır. Marduk Şumerlərin və Aşurların dastanlarında bəhs edilən tanrıların ən müdriki və güclüsüdür. Deməli, əsas hissəyə aid olmuş. 2-yə, əsas hissəyə A variantı aiddir. Daha sonra davam edirik. NASA ilə fikir ayrılığı. Gördüyümüz kimi NASA ilə fikir ayrılığı 7-ci abzasda var idi. Bəzi tədqiqatçılar Şumer mənbələrində bəhs edilən göy cisminin X planeti ola biləcəyi mövzusuna diqqət çəksə də, NASA bu fikirlə razılaşmır. Deməli, bu nəticə hissəsinə aiddir, yəni heç birində olmayacaq. Ona görə də biz B olan bütün variantları çıxırıq. B variantını çıxırıq, D-də də B var, Y-də də B var, elə A-da da B var. Biz indilik bunları çıxanda onsuz görürük ki, C variantı qalır yerə. Amma bəlkə də biz səhv edirik, ona görə yenə də oxumağa davam etməliyik. Yadınızdadırsa, 1-ci abzasda bizə əfsanələrin insanlara ötürdüyü faktlar içərisində gerçək detalları axtarıb bəlli etmək tədqiqatçılar üçün maraq obyekti olmuşdur. Yəni burada cansıxıcı olmaq üslubi cəhətdən səhv olduğu üçün. Həmçinin baxın, burada bu şəkildə də bilə bilərsiniz. Siz artıq 1-ci abzası oxuyanda əfsanələr maraq obyekti kimi, maraq obyekti deyir. Siz bu şəkildə də həmin bu cümlənin üslubi cəhətdən yanlış olduğunu, burada cansıxıcı yox, maraq obyekti olmalı olduğunu bilərsiniz. Deməli, 1-ci abzasda idi, yəni giriş hissəsində idi. Giriş hissəsinə C-ni yazırıq. Gördüyünüz kimi bizim yazdığımız C variantına hələ ki uyur. Davam edirik. Elmin əfsanələri üstələməsi. Gördüyümüz kimi 7-ci abzasda bizə deyirdi ki, əlbəttə hal-hazırda elm çox sirləri çözmüş, insanların ətraf aləmi haqqında bilikləri mif və əfsanə səviyyəsindən uzaqlaşmışdır. Yəni biz elmin əfsanələri üstələməsini nəticə hissəsində gördüyümüz üçün bunların heç birini aid eləmirik. D variantı da çıxdı. Y variantında sirli planet müxtəlif mənbələrdə. Sirli planetin müxtəlif mənbələrdə olması bizim əsas hissəmizə aiddir. Yadınızdadırsa, biz əsas hissənin çox hissəsində Şumer əfsanələrində və həmçinin digər mənbələrdə də Marduk planetinin adının çəkilməsindən bəhs etmişik. Yəni, sirli planet müxtəlif mənbələrdə əsas hissəyə gedir. Çıxardığımız variantlar həqiqətən də yanlış idi və cavabın C variantı olduğunu düşünürük. 212-ci suala gəlirik. Eləcə də Şumer yazılarına görə Mardukun peyklərindən biri 1000 il əvvəl Tiamat adında başqa bir planetlə toqquşmuş, bugün Mars və Yupiter arasında olan asteroid qurşağının yaranmasına səbəb olmuşdur. Fikri mətndə nömrələnmiş hansı abzasların arasına artırılsa, mətnin tərkib hissələri arasındakı əlaqə pozulmaz. Mətnə qayıdırıq. Dediyimiz kimi, mətndə Şumerlər haqqında yetərincə danışırdı. 2-ci, 3-cü, 4-cü, 5-ci abzaslarda bizə Şumerlərin adı çəkilir. Amma diqqət eləmək lazımdır ki, həmin fikir bu abzasların arasına yerləşdiriləndə nəticə məntiqli olsun. Yəni, sırf Şumerin adı keçir deyənə 2-ci, 3-cü və yaxud 3-cü, 4-cü və yaxud 4-cü, 5-ci abzasların hamısına arasına yerləşə biləcək deyilən bir fikir yoxdur. Həmin fikir hər hansı bir fikrin davamı olaraq verilməlidir. Məsələn, 2-ci abzasda bizə Azərbaycan əsilli Şumer şünasının 12 planet adlı əsərində 3600 ildən bir Günəş sistemini ziyarət edən Marduk planetindən bəhs etməsindən danışır. Əslində bu, bura yerləşdirilə bilər mənim fikrimcə. 2 ilə 3-ün arasında, lakin baxdıqda 2 ilə 3 variantı yoxdur deyənə biz bunu istisna edirik. Bu hissə, yazılan hissə tam olaraq 4-cü və 5-ci abzasının arasında keçə bilər. Niyə 3-cü və 4-cü yox, 4-cü və 5-ci abzasdan arasına keçə bilər deyirik? Çünki 3-cü və 4-cü abzasda, 3-cü abzasda ümumiyyətcə Marduk Şumerlərin tanrısıdır. Biz Marduku bir planet olaraq demirik, bir tanrı olaraq təsvir edirik. Və Babil astrologları bu planeti öz tanrılarının adını vermişdirlər. Bu artıq Babillərdən danışır. Şumerlərin tanrısının Marduk olduğu fikrindən sonra biz Marduku bir planet kimi təsəvvür eləyə bilmirik. 4-cü abzasda artıq Şumer inancına görə Marduk planetinin yerə daha yaxın keçməsindən, bunun yerdə böyük fəlakətlərlə nəticələnməsindən danışırıq. Yəni, nəticə etibarilə artıq Şumer inancına görə Marduk planetindən danışırıq. 5-ci abzasda isə Misir mənbələrində bəhs edilən bir göy cismi də Şumer əfsanələrinin söz açdığı Marduk planetini xatırladır. Yəni, artıq hər iki abzasda Marduk planetindən və göy cismindən danışırıq. Bu səbəbdən həmin hissənin 4 ilə 5-in arasına keçməsi daha məqsəd uyğundur, nəinki 3 ilə 4-ün arasına keçməsi. 213-cü hissəyə gəlirik. Burada yadınızdadırsa 3-ü yazmışdıq. Mətndə altından xətt çəkilmiş cümlədəki fikri hansı sitatla qüvvətləndirmək olar? Mətndə altından xətt çəkilmiş sitata göz gəzdiririk. Əlbəttə, hal-hazırda elm çox sirlər çözmüş, insanların ətraf aləmi haqqında bilikləri mif və əfsanə səviyyəsindən uzaqlaşdırmışdır. Gördüyümüz kimi bu cümlədə elmin inkişafı sayəsində insanların artıq mövhumatlara inanmadığını, yəni mövhumatların elm sayəsində çürüdüldüyü fikri irəli sürülmüşdür. Bu fikrə əsasən bu 5 sitatdan biri də məhz həmin fikri qüvvətləndirəcəkdir. Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq.
Bu cümlədə gördüyümüz kimi elmin xəyalı qabaqlamasından danışır. Yəni burada demir ki, elm mövhumatları çürüdə bilər. Burada xəyal deyəndə mövhumat mənasında demir. Xəyal deyəndə insanların gələcəyə dair fikirlərini deyir. Yəni necə ki, keçmişdə gələcəkdə uçan maşınlar və yaxud təyyarələr yaranacaq deyə bir xəyallar var idi və indi elm həmin fikirləri gerçəkləşdirib. Eyni şəkildə deyir ki, bir vaxt gələcək elm o qədər güclü olacaq. İnsanların artıq gerçəkləşməsini istəyəcəyi yeni xəyallar olmayacaq. Artıq hər şey elmlə mümkün olacaq. O mənada deyir. Yoxsa mövhumatları çürütmək haqqında danışmır. Ona görə A variantını çıxırıq. Daşqaş əvəzinə özünə bilik yığsan, daha çox tanınarsan. Ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. Gördüyümüz kimi bu statda artıq nə elmdən, nə mövhumatdan söhbət gedir. Burada əsas verilməyə çalışılan fikir insanın elmi zinətdən, puldan, var-dövlətdən üstün tutması fikridir ki, yəni var-dövlətə verdiyiniz dəyərdənsə elmə dəyər verin. Və bu bizim mətndəki fikrimizlə, altına xətt çəkilmiş cümləmizlə uyuşmur. Ona görə B variantını çıxırıq. Elmin gücü yıxar bürcü. Azərbaycan atalar sözü. Elmin gücü yıxar bürcü fikrində nəyi ifadə etməyə çalışır? Yəni elm o qədər güclü olsun ki, insanlar bürcə inanmasın, artıq bürcü yıxsın. Ona görə də C-nin düz olduğunu düşünürük, amma yenə də digər variantları da oxumaqda fayda var. Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. Yəni bir insan elmdə nə qədər güclü olsa da, onun mənəviyyat olaraq irəli getməyibsə, insanlıq olaraq irəli getməyibsə, nəticədə o yenə geriyə gedir fikirdir. Yəni bunun bizim mətndəki elm cahilliyi, mövhumatları qabaqlayır, əfsanələri çürüdür ideyası ilə əlaqəsi yoxdur. Ona görə D variantı da gedir. Elm təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir. Bu fikri isə hansı mənadadır əslində? Yəni məsələn, bu fikir o zaman doğru olardı ki, bizim mətndə danışardı ki, məsələn biz quşların uçmasına baxırıq və quşların uçmasının mexanikasını öyrənib təyyarələri yaradırıq və yaxud meduzaların hərəkətini öyrənib nəticədə raketlər yaradırıq. Əgər bu haqda olsaydı bu fikir tam oturardı, amma bizim yəni əfsanələri elmin çürütdüyü haqqındakı fikrimizlə bu fikir əsla üst-üstə düşmür, ona görə bunu da çıxırıq. 4-cü suala gəlirik. Mətnə əsasən doğru fikirdir. Marduk planeti haqqında əfsanələr insanların marağına səbəb olmuşdur. Bəli, doğrudur. İnsanların marağına səbəb olmuşdur. Hətta tədqiqatçılar bu planeti araşdırmışdır. Biri qeyd edirik. NASA-nın aşkar etdiyi X planeti Şumerlərin Marduk planeti ilə eyni əlamətlərə malikdir. Mətndə X planeti ilə Şumerlərin kəşf etdiyi planetin, Marduk planetinin eyni əlamətlərə malik olmasından danışılmır. Sadəcə olaraq bəzi tədqiqatçılar bu X planetinin Marduk planeti olduğunu irəli sürürlər, amma bu fikirlərini əsaslandıra bilmirlər ki, NASA bu fikirlə razılaşmır. Yəni bu fikir çürüdüldüyünə görə 2 doğru deyil. 3. Əfsanələrdə Marduku dini motivlərlə əlaqələndirməmişdilər. Hansı ki bu yanlışdır, çünki biz deyirik ki, Marduk Şumerlərin və Aşurların dastanlarında bəhs edilən tanrıların ən müdriki və güclüsüdür. Babil astroloqları bu planetə öz tanrılarının adını vermişdilər. Yəni dini motivlərlə əlaqələndirdiklərini görə bilərik. Ona görə 3-cü fikir də səhvdir. 4-cü fikrə gəlirik. X planetinin axtarışında Marduk haqqında əfsanənin rolu olmuşdur. Xeyr, X planetinin axtarışında Marduk haqqında əfsanənin rolu olmamışdır. NASA X planetini axtarmaq üçün roket göndərməmişdi. 1983-cü ildə NASA kosmosa peyk göndərir. Aylar sonra bu peyk Günəş sistemindən 50 milyard mil uzaqlıqda nəhəng bir planeti kəşf edir. Yəni NASA peyki göndərir və peyk planet kəşf edir. NASA ona görə peyk göndərmir ki, məhz bu Marduk planetinin varlığından əmin olsun. Sadəcə olaraq tədqiqat məqsədilə göndərir və planet kəşf olunur, X planeti kəşf olunur. Buna görə də NASA əfsanəyə görə X planetini axtarmır, ümumiyyətcə həmin əfsanə ilə X planetinin əlaqəsini də inkar edir. Təxəyyül elmdən güclü olsa da bu haqda son sözü elm dedi. Bu fikri gördüyümüz kimi nəticə hissəsi təsdiqləyir. Nəticə hissəsində də deyilir ki, hər nə qədər bu əfsanələr araşdırılmağa davam edilsə də, NASA deyir ki, X planeti həmin planet deyil və həmçinin altına xətt çəkilmiş bütün cümlə bu fikri təsdiqləyir ki, hal-hazırda elm çox sirlər çözmüş, insanların ətraf aləm haqqında bilikləri mif və əfsanə səviyyəsindən uzaqlaşmışdır deyir. Nəticə etibarilə bu fikir də düzdür. Yəni 1 ilə 5 fikrini götürmüş oluruq və A variantını işarə edirik. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır və ehtimaldır adlı 3 ədəd xanamız var. Doğrudur hissəsinə baxırıq. Birinciyə baxırıq. İstanbul Muzeyində naməlum nəhəng göy cisminin şəkilləri saxlanılır. Mətnə qaydırıq. Gördüyünüz kimi İstanbul Muzeyindəki Het və Aşurlara aid lövhələrdə nəhəng göy cisimlərinin şəkilləri saxlanılır. Bu fikir burada var. Ona görə bunun doğru olduğunu bilirik. Cümlə doğrudur, doğrudur hissəsinə yazılmışdır.
Deməli, bunu götürməliyik. İlk dəfə 20-ci əsrin sonlarında nəhəng göy cismi teleskopla müşahidə edildi. Mətnimizi çevirib baxırıq. Gördüyümüz kimi, yer kürəsinin ilk olaraq görülməsi isə 21 oktyabr 2003-cü ildə Kaliforniyada teleskopla gerçəkləşdi. 2003-cü il 21-ci əsrin başlanğıcıdır, 20-ci əsrin sonu deyil. Ona görə də bu fikir səhvdir, yanlışdır, doğrudur hissəsində verilmişdir, götürmürük. Davam edirik. Yanlışdır xanasına keçirik. NASA X planetinin Şumer əfsanələrindəki göy cismi olduğunu təsdiq etdi. Xeyr, biz burada dedik ki, NASA bu fikirlə razılaşmır. Ona görə də 3-cü cümlə yanlışdır. Yanlışdır xanasında verilmişdir. Ona görə biz 3-cü cümləni götürürük. 4-cü cümlə, Babil astroloqları naməlum planeti öz tanrılarının şərəfinə Marduk adlandırıblar. Çeviririk, baxırıq. Babil astroloqları bu planetə öz tanrılarının adını vermişdilər. Yəni, doğru cümlədir. 4-cü cümlə doğrudur, yanlışdır xanasında verilib, götürmürük. Deməli, bizim əlimizdə 1 ilə 3-cü cümlələr var. Və biz variantlara baxdıqda yalnız B variantı qalır. Amma yenə də ehtimaldır hissəsində oxuyuruq. Maya təqviminə görə nəhəng planet yerə yaxınlaşacaq. Amerikanın yerli xalqlarının olan Mayalara aid olan yazılarda da belə bir planetdən bəhs edilmiş və dəqiqliyinə görə heyrətlə olan Maya təqvimi ilə bu planetin yerə yaxınlaşacağı vaxt göstərilmişdir. Yəni, həqiqətən də Maya təqviminə görə yerə yaxınlaşacağı vaxt göstərilmişdir. Lakin yaxınlaşacaqmı, yoxsa yaxınlaşmayacaqmı, bu bir ehtimaldır. Ona görə ehtimaldır, ehtimal olan hissədə yazılıb, 5-i də qeyd edirik. Marduk planetinin adı Şumerlərin əfsanələrində çəkilir. Gördüyümüz kimi Marduk planetinin adı həqiqətən Şumerlərin əfsanələrində çəkilirdi. Şumer inancına görə Marduk planeti hər dəfə yerə yaxın məsafədən keçir və bu da yerdə böyük fəlakətlərin olması ilə nəticələnir. Bu fikir həqiqətən də gördüyümüz kimi Şumer əfsanələrində keçir, yəni doğru fikirdir. Amma ehtimaldır yazdığı üçün onu götürmürük. Və nəticədə 1, 3, 5 cavab B variantıdır. Son olaraq 6-cı sualımız qalır. Səbəb nədir? Marduk planeti haqqında müxtəlif əfsanələr vardır. Bəs bunun nəticəsində nə olmuşdu? Yəni, bu qədər əfsanənin olması nəticəsində nə olmuşdu? Tədqiqatçılarda maraq oyanmışdı. Tədqiqatçılar Marduk planeti haqqında araşdırmağa başlamışdılar. Bu, onlar üçün maraq obyekti olmuşdu. İkinci hissədə, nəticədə deyir ki, Marduk planetinin ola biləcəyi insanları düşündürmüşdür. Bəs səbəb nə idi? Marduk planetinin həqiqətən varlığının insanları düşündürmə səbəbi nə idi? Səbəb o idi ki, məsələn, baxın, burada deyir ki, bəzi tədqiqatçılar Şumer mənbələrində bəhs edilən göy cisminin X planeti ola biləcəyi mövzusuna diqqət çəkir. Yəni, X planetinin kəşfi tədqiqatçıları həqiqətən Marduk planetinin varlığı haqqında düşündürmüşdür. Səbəb nə idi? X planetinin kəşf olunması idi. Bəli dostlar, sizinlə Marduk planeti mətnini birlikdə işləyib bitirdik. Mətni işləyib bitirəndən sonra meyarlara, xüsusilə də test topusunun meyarlarına xüsusi diqqət yetirməyinizi tövsiyə edirəm. Çünki test topusunun meyarları dibin meyarları ilə demək olar ki, eynidir. Yəni, digər test kitablarını işləyəndə onların da meyarına diqqət edin. Lakin test topusunun meyarını hər zaman digər test topuların meyarlarından daha üstün tutun. Xüsusilə açıq suallarda test topusunun göstərdiyi nümunələrə üstünlük verin. Məsələn, onların sevdiyi frazoloji birləşmələri yazın, onların sevdiyi tipdə məcazi mənada işlətməyə çalışın. Mətn praktikasına ilk başlayanda sizin səhvləriniz normal olaraq həddindən çox çıxa bilər. Məsələn, bütün qapalı suallarınız səhv çıxa bilər və yaxud açıq suallarınızda həddindən artıq çox səhvləriniz ola bilər. Bu zaman stresə düşməməlisiniz və mətn işləməyin sizə faydalı gəlmədiyini düşünməməlisiniz. Çünki mən də mətnləri ilk başlayanda mənim həqiqətən də demək olar ki, bəlkə bütün qapalılarım səhv çıxırdı. Lakin praktik elədikcə, daha çox mətn işlədikcə, mənim artıq qapalılarda demək olar səhvim çıxmamağa başladı. Nə qədər çox praktik eləsəniz, qapalı suallarda səhviniz bir o qədər az çıxmağa başlayacaq. Qapalı suallarda əmin olmayanda variant çıxma üsulu ilə işləyə bilərsiniz. Açıq suallarda çalışın ki, məsələn, məcazi mənada işlət və yaxud frazoloji birləşmələrlə zənginləşdir tipli suallarda çalışın ki, qeyri-adi şeylər yazmağa çalışmayın. Çünki dil sizin kreativliyinizi ölçmür. Sizin sadəcə olaraq məcazi məna ilə həqiqi mənanı ayıra bilib bilmədiyinizi ölçmək istəyir. Ona görə də qeyri-adi şeylər yazaraq balınızı riskə atmayın. Bunun əvəzinə onlara istədiyini verin. Test topusunun meyarlarına ona görə deyirəm ki, diqqət edin. Onlar həmin nümunəni hansı formada istifadə edirsə, çalışın siz də o formada istifadə edin ki, sizə tam bal versinlər. Belə dostlar, bugünkü videomuz bu qədər idi. Ümidvaram ki, sizin üçün də faydalı bir video olmuşdur. Əgər videonu bəyəndinizsə, bəyən işarəsinə basmağı, daha çox qarşınıza çıxmağımı istəyirsinizsə, səhifəmi izləməyi unutmayın. Əlavə olaraq suallarınız varsa, şərhlər hissəsinə qeyd eləməyi unutmayın. Vaxt tapdıqca cavablandırmağa çalışacağam. Dediyim kimi, bu üsulla mətn işləməklə siz mətn müddətinizi 20 dəqiqəyə qədər qısalda, hətta 20-dən daha az müddətdə bir mətn işləyib bitirə bilərsiniz. Lakin yalnız üsula arxayın olmaq yanlış olardı. Siz mətnləri çoxlu-çoxlu praktik eləməlisiniz və eyni zamanda çalışın ki, mətnləri vaxt qoyub işləyin.
Günə 2 dənə mətn işləmək sizin 40 dəqiqənizi, lap bunları yoxlamaqla birlikdə 1 saatınızı alacaq. Lakin bu gündə 1 saat vərdiş halına aldıqca siz mətnlərdə olan irəliləmənizi öz gözlərinizlə də görəcəksiniz. Önəmli olan ruhdan düşməyin. Bir mətni çoxlu səhvlərlə yazmağınız sizin mətn yaza bilmədiyiniz mənasına gəlmir. Əvəzinə daha çox praktik eləyin və özünüzə güvənin. Sizə inanıram, bacaracaqsınız. Çox çalışmaqla edə bilməyəcəyiniz heç bir şey yoxdur. Özünüzə yaxşı baxın.